Yeni il süfrələrin dadlı təamlarla bəzəndiyi ən gözəl bayramlardan biridir. Hər bir ailə çalışır ki, həmin gün süfrəsi həm zövqlü, həm də bol olsun. Amma bolluq və zövq bəs etmir. Ən əsas məsələ cibimizə uyğun alınmasıdır. Axı bayramdan sonra büdcəmiz də şən qalmalıdır. Elə buna görə bayram bazarlığına food bloger Həbibə Hüseynova həm dad, həm də qənaət prizmasından yanaşacaq. Yeni il bazarlığına gəlmişəm. Düşünürəm ki, bu ilki süfrəmiz həm rəngarəng olsun, həm də büdcəmizə uyğun olsun. Yeni il süfrəmizi salatsız təsəvvür etmirəm. Amma çalışmaq lazımdır ki, süfrəmiz həm gözəl görsənsin, həm də dediyimiz kimi büdcəmizə uyğun olsun. Bəs bu il yeni il süfrəsinin ulduzu hansı salat olacaq? Nar salatı hazırlayıram. Nar salatın içərisinə gedən inqridiyentləri sizin üçün sadalayım. Bizə lazımdır qarğıdalı, nar, mayonez, toyuğun filesi və şüyüd. Həbibə xanım, deyəsən bayram süfrəmizdə plov olmayacaq. Əlbəttə olacaq. Xamplov hazırlayacağam. Xamplov ona görə hazırlayacağam ki, xamplovun içərisində əti, qarası hamısı onun içərisinə yığılır və birlikdə bişir. Həm də büdcəmizə uyğundur. Ona görə ki, xamplovda az ətdən istifadə edirik. Meyvə şirəsi yadımızdan çıxıb. Düşünürəm ki, yeni süfrəsində süfrəyə çox şirniyyat düzmək israfçılıqdır. Elə bir tort alsaq bəs edər. Nəhayət ki, bazarlığımız yekunlaşdı. İndi isə kassaya yaxınlaşırıq. Alış-verişin ümumi məbləği 80 manat 75 qəpik təşkil etdi. Ümid edirəm ki, bazarlığımız həm keyfiyyətli, həm də sərfəli oldu. Hər şey əla. Bayramınız mübarək.